Azerbaycan Radyosu'nun Kızıl Fondu. Halk yaradıcılığı. Bulaq. Salam, Ayova. Qız gəlin yığınağı bulaqlar. İyi dərənlər sınağı oylaqlar. Uca dağlar, tarixdən qoca dağlar. Belə xoş gördük sizləri. Murazlı çölçəmən, yaşılca nağılım başladı, nə başladı? Yer yurd, yaşıl rəng aldı bu nağıldan, hekayətdən. Bu dağlar ağ narıncı çiçəyin çırdı. Dünyanın hər yanına səs yayıldı. Gülündən çiçəyinəcən, quşundan böcəyinəcən axışıb gəldi yurdumuza. Dilində nəğmə gəldi, gözlərində heyranlıq gəldi. Bu torpağa baş əyə-əyə, qurban ola-ola gəldilər. Nə vaxt ki dünyanın axını bizlərə sarı başlayır, Durnasına, qaranquşuna, leyləyinə qoşulub əskər gedənlərimiz də qayıdırlar. Sən demə anaların həsrəti, qara qoçun ömrü bura gəlmir. Deyizli qonşu qızının ömrü isə bu gündən sonra. Bu gündən qonşu çəpəri qalar tapdaq altında. Muştuluq keçər o biri taya. Göz aydınlığı gələr bu yana. Pay getdi, pay gəldi. Bu evin işığı artıb düşdü o evə. Qonşuluq qohumluğa döndü necə deyər. Dünyanı ayaq-ayaq, qarış-qarış gəzən əskər, evlərinin bir addımlığındakı həsrətlisinə sarı darsındı. Budur, dünyanın axını yurdumuza sarı başlayanda, durnasına, qaranquşuna qoşulub gəldi. Gəlib gördü yamyaşıl bir aləm. Gəlib gördü daş göyərir, gəlib gördü mağarlar, toyxanalar qurulur. Hər il yazını yaşıl, payızını sarı, qışını bəyaz tutan ellərimizə tamaşa elədikcə, Qədir kişinin başına bu xoşqılıq günlər 100 sürə ağıl gəlir. Mitəkkiyə dirsəylənib fikrin kələfliyi, bu fikirlərin axırı uğura calanır. Səlim baba tufan oldu, qasırğı oldu bu dəm, qapını açdı. Asaq olmuş dedi. Belə mi danışmışdıq, hə? Bəs sənə xəbər yetmədi mi? Demədilər mi ki, umud gəlir? Qədir kişi durub dikəldi. Səlim baba köyrək söyüd kimi sarıldı Qədirin boynuna. Bu günləri yığınağın başında sən olmasan heç olar mı, hə? Səlim baba nədən sevinmişdi, nədən köyrəlmişdi belə? Qədir kişi ağlında bunları da götür qoy eləyirdi. Nəvədi getmişdi, qayıtmışdı. Yaddı, gəlmişdi. Nədən ki onsuz da gələcəkdi. Sonra gördü ki, oh bala, bu gələnlər gələnəcən o xartana gedəni olub ki bu dünyanın. Qoşulub gedəni, köçüb gedəni, çiyinlərdə gedəni, zamanın, vaxtın axarına paydı bunlar hamı. 2 il də öz boyuna görə vaxt idi. Səlim babasa kəliyinə sinə-sinə, umudu gözləyə qalır. Baharda, qayçı quyruq qaranquşlar da, düzü dünyanı ağzına alan gül çiçək ətri də Səlim babadan ötürü bəxşiş, paydı buna görə. Bir belə yaşamazdım, deyir Səlim baba. Bir belə yaşamazdım, ha Qədir. Umuda görə yaşamışam. Ta
Gözlerim yollardan yığıldı ha Qədir. Səlim baba Qədiri fikrindən, xəyalından alıb apardı. Apardı bir xeyir için məsləhətinə, bir süfrənin qırağına. Bir axşamın qaranlığında, bir süfrənin qırağında 4-5 ahıl, işıqlı nurlu niyyətin binəsini qoydular. Aldılar, verdilər, üzümüzə gələn sabaha şükür dedilər. Bir neçə axşamda cavanlar göydə bəxt ulduzu aradılar. Bir neçə səhərdə dan yeri 7 rəngli xoruzun mis səsindən dağılan oldu. Səhərlərin bir səhərində qara, boğmalı zurnalar bəhsə gidilir. Qədir kişi ilə Səlim baba qoşa çinar kimin boy-boya durub, bu çalğının ahəngində birləşən cavan ömürlərə alxış dedi, xeyir dua arzuladılar. Yazın yaraşığına, yurdun gözəlliyinə, saysız hesapsız qonaqlara axışıb gəlmiş. Bu pəstahanı, çalçağırı görüb bəni donuq qalanda, qonaqları başa saldılar ki, qonaq bu adətdir. Azərbaycanlıların nişan taxma adətidir. Qonaq gördü ki, nişan taxma mərasimində cavan qızlar, qadınlar olur. Evin ortasındaca üzü gün batana bir tax qoyulur. Üstünə qırmızı pəyandaz salınır. 2 qızın əlində yanan şam, birinin isə əlində güzgü olur. Oğlanın bacısı qırmızı örtüşlü xonçanı gətirib ortalığa qoyur. Gəlini taxta əyləşdirib başına qırmızı şal örtürlər. Oğlanın bacısı bu vədə əlində üzük oxumağa başlayır. Ay Lənkəran 7 küçə, qardaş bu ceyranı hardan almışsan? Ay 7 gün 7 gecə, qardaş bu ceyranı hardan almışsan? Yalvara yalvara bağa salmışsan, qardaş bu ceyranı hardan almışsan? Sonra üzüyü gəlinin barmağına taxıb başına şirini səpir. Nişandan az sonra paltar kəsdi məclisi keçirilir. Qonaq onu da öyrənir ki, gəlin gedən gün qıza bəxt köynəyi kəsilir. Bu köynəyə adətə görə 7 subay qız qırmızı sapla tikiş vurur. Qızın anası sandığa bir ovuç duz, bir tikə çörək, bir də iynə sap qoyur. İnanışa görə belə də gəlinin əli bərəkətli, özü zəhmətsevər olur. Belə deyirlər. Gəlinin dalınca gələn oğlan adamları həyətdə durub oxuyurlar. Aparmağa gəlmişik, çalalmağa gəlmişik. Oğlanın adamıyıq, aparmağa gəlmişik. Gəlin bəzədilir. Qapıdan çıxanda ayağı altına mis teş qoyur. Sonra oğlanın qardaşı gəlinin belinə qırmızı kəmər bağlayır. Oğlan qapısında gəlinin başına düyü, şirni, su səpirlər ki, gəlinin ayağı bərəkətli, özü, sözü şirin olsun. Qucağına oğlan uşağı qoyurlar. Pillələri çıxanda ayağı ilə vurub boşqabı sındırır.
Bu ona işarədir ki, sınıqlıq, ağrı arzu, bədniyyət nə varsa, bu sınan boşqabına ötüşsün. Sonra gəlin yerə döşənmiş xalçaların üstüylə qapıya tərəf gedir. Burada gəlini saxlayıb, başı üstündən bir çörəyi tikələyib, bala batırırlar. 7 oğlan uşağına paylayırlar. Gəlin evə girəndə durub gözləyir ki, qaynana gəlib, oturmağa izin verir. Bu vaxt qaynana zarafatla deyir. Bax, evimizə də verdim sana, oğlumu da. Şəki tərəflərdə elə ki, qız aldı verdisi başa çatır, oğlan adamı dəmin nağda, gülü bağda qoymuş. Tez kəstirir qızın qapısın ki, biz hazır. Bu sözü eşitcəyim, qız evi də dilə gəlir. Siz hazır, biz də hazır. Ha, indi nə gözləyirik ki, fələk nə yazır? Şəkidə oğlan bəy duranda boynuna kələğayı xələti atmaq dəb. Ona görə kələğayı atırlar ki, əvvəla yumşaqdır. Bununla da arzu eləyirlər, bəylə gəlinin rəftarı yumşaq olsun. Sonrası da kələğayı ipəkdə axı. İpək də uzun ömürlü olan şey. Cavan ailəyə ipək uzun ömürlüyü biliyir el cəmaat. Bəy gözünə döndüyümdə boynuna qalaqlanan kələğaylardan dəstələyib atır sağdışın soldışın boynuna. Elin bəyi olan diləklərini dostları ilə bölür beləcə. Bax Şəkidə bu sayaqlı toy adətləri. Dırnağını, maldavar dırnağını düşərlikli hesab eləyən qədim ellilərimiz yazda payızda dağların belini yağır eləyirlər. Ulus yükün barxanasın bir ucdan açıb quranı, o biri başdan yığıb çataqlayıb köçün binasın qoyub. Yayla, qışlaq köçü ömürdən gündən keçib, yaşdan, yaşantıdan sızıb, insanlar dağdan arana, arandan dağa sürüyürlər köç külfəsini. Köç üstə körpələr dünyaya gəlir. Köç üstə ahıllar dünyadan köçür. İldırımlar şaxıyır. Qayalar uçur, sürülər talanır. At bağrı çarpıyır. Köçsə bir ulu yolu tutub gedir. İldırımlar saryana, bulutlar dağlana, yağışlar kəsənə, düzü dünya işıqlaşana gedir. Gün doğub dərələrin qorxusunu dağıdanda, ala gözlü ocaqlar təzədən çatıl çatılır. Çobanların sümüyü qızır. Bu isti ocaqdan xumarrana, isti otaqlar, ağban evlər, xanımanlar, ağca gözəllər gəlib düşüb yadlarına çobanları. Bu səfərlər üstə köçən köçüb, qalanlar köçənlərin söhbətini, hekayətini, illərlə şək şübhədən çıxartdıqları sınaqları yaşadırlar. Dağdan arana, arandan dağa, köçə bina qoyanda ağsaqqallar, ağbirçəklər bu səfərdən uğur gözləyir. Birin iki arzulayıb həmişə, bunçuda köç qabağı bəxt sınağı keçirirlər. Məqsəd bu səfərdə bin bərəkətin kimin ayağına toplandığını bilmək olur. Bax gör, necə məlum eləyirlərmiş bunu.
bir şeyi bir qazan ləbələr süddü plov bişirir. Bir muncuğu da atır plovun içine. Sonra bölüp çəkir qablara. Muncuq kimin qabına çıxsa, bu köçün uğuru, uğursuzluğu həmin adamın adına yazılır. Yağəritli adəti də köç qabağı icra olunan adətlərdəndir. Köçə bir gün qalmış qaydaya görə qazan asıb qış yağını əridərlər. Kimin yağı ocaqda daşsa, həmin adam, həmin ocaq niyabət, qara niyyət, haram ocaq hesab olunur. Köçə həmin ocağın maldavarın qoşmurlar. Tərəkəmə cəmaatı inəyin gözünü yığmaq adətinə də böyük inam bəsləyir. Elə ki, inək buzovladı, nənələrimiz onun ilkin süzündən bulama, sonrasa kələkə bişirib 7 qapıya pay göndərdilər. İnanırlar ki, bu payın savablığı inəyin südünü tay cana bol bərəkətli eləyəcək. Tərəkəmələr onu da deyirlər ki, inək buzovlayan gündən yuxusuna nehrə girir. Heyvancığaz gözləyir ki, ha vaxt ocaqdan nehrə səsi gələcək. Əgər işdir, evdə başı soyuqluq, nasılıq olsa, nehrə çalxanmasa, inəyin yelini yavaş-yavaş başlayar yığılmağa. İnək qurudur deyirlər, yəni südü çəkilir. Belə olmasın deyin, ağbirçəklər qız gəlinə də zaman-zaman öyüd edirlər ki, inəyin gözün tez yığmaq gərəkdir. Elə ikinci, üçüncü sağımında qatıq çalıb nehrə çalxamaq suvabdır. İnanışa görə nehrə səsi hardan olsa inəyin qulağına gəlib çatır, o da südün göz dəyməsin selə suya döndərir. Bu da köçərilərin qaları adətlərindəndir. Ustadlar adına uyar sözlər. Qulağın şeir boğçasından. Əvvəl başdan Sumqayıtlı əskər Eyvaz oğludan bir gəraylı, bir dodaq dəyməz təcnis yetirək sizlərə. Zirvəni sev qardaş, yoxsa qar da səndən gileylənə. Görənməsən qartalları, kor da səndən gileylənə. Ürəklərə vurma yara, ürəyinə düşər qara. Soyuq olsam bir gün yara, yar da səndən gileylənə. Ömür günü bada vermə, bir ləkəli ada vermə. Qeyrətini yada vermə, ar da səndən gileylənə. Öz elmində olma naşı, sənətinlə sal naxışı. Çalanmasan tarı yaxşı, tar da səndən gileylənə. Dolan eli gülə-gülə, gül üstündə dön bülbülə. Eşitməsəm bilə-bilə, kar da səndən gileylənər. Elə ev ki, olma nadan, el çıxarar səni yaddan. Cahil tək köçsən dünyadan, gör da səndən gileylənər. Çiçəklərdir o dağları gənc edən, saça düşür hərdən incidən. Görüş günü nədir səni incidən? Söylə, gözün nədən yaşardı?
Dedik könül qoşa qanat çalandı. Dönük çıxdın, qara saçın çalandı. Dilim ilan, aşığını çalandı. Görən deyir, ala gözəl, yaşardı. Xəyalın tək gündə 110 giyərsən. Dön çiçəyə, yollar üstə göyərsən. Gün gələr ki, yana-yana deyərsən, həsrətinlə şair əsgər yaşar. Teymur Nəsibov Gürcüstanın Volnisi rayonundandır. Kəpənəkli kəndində müəllim işləyir. Teymur qardaş həm də ustadlar adına uyar sözlər qoşur. El yığınaqlarında tanıqlı aşıqların söz kəlamını yayır. Teymurun ellisi tələbə Kəmandar Eyvazov günlərin birində qapımızı döydü ki, bəs ellimdən söz sovqatı gətirmişəm. Mətləbi başacan olmuş bir dəftər amanat elədi bizə. İkicə qoşqu da bu dəftərdəncə seçdik. Ömrüm günüm tükənsə də, bitsə də, müxənnəti saymaram ki, saymaram. Ara vurub söz gəzdirən adamı yaxınıma qoymaram ki, qoymaram. Arif olan mətləb ana, söz qana, kim sevinə, kim otlana, kim yana. Namərd adam möhtac olsa dərmana, təbib olsam qıymaram ki, qıymaram. Adam var özünü salıbdı sandan, adam var yolunda keçərəm candan. Qədir bilən, hörmət bilən insandan Teymur deyər, doymaram ki, doymaram. Dərd məni çulğayıb, edib yaralı. Ya həkim qurtara, ya dağlar məni. Elimdən ovamdan düşüb aralı, ölsəm qürbət eldə ya dağlar məni. İnsanam mən, nadanlığı bilmərəm, namərd ilə danışmaram, gülmərəm. Ağlayıban göz yaşımı silmərəm, istəmirəm görə yad ağlar məni. Kimi yada salım, kimi mən anım, itirdim əqlimi, sizdən nə danım. Teymuram, bəxtimə gəlmir gümanım, ya sevinç gətirər, ya dağlar məni. Allı güllü sözlər, Şirin dilli sözlər. İstəkli dinləyicilər, Seyid Baba Cəbrayılov Dəvəçinin daşlı yataq elindəndir. Bağbandır, suçudur, arıcıdır, məxləs, bir zəhmətkeş adamdır. Əlinin əməyi, halal çörəyi ilə öyünəndir. Bir vərdişi də var Seyid Baba kişinin. Ağaca calaqladığı kimi, yeri gələndə sözü sözə bəndiyir. Bundan təsəlli tapır. Əli Bayramovsa Bakılıdır. Sənəti müəllimlik. Bulaq dədənin daimi qonaqlarından da Əli qardaş. Bu günləri Seyid Baba Cəbrayılovla Əli Bayramova bir guşə verib ad elədikləri bayatıları sizə yetirdik əzizlərimiz. Mən aşıq narın yeyə, heyvasın narın yeyə, bir gözəl bağ salmışam,
el gəlib barın yeyə. Su gəlir içim için. Yandım demə suda çin. Bulaq yolu, yar yolu. Keçmişdim bir də keçim. Şah dağın üstü qardı, ətəkləri bahardı. Bir yanda bar yetişir, bir yanı laləzardı. Eller burada qışlasın, qışlayıb alqışlasın. Qubadan alma alıb yarına bağışlasın. Əzizinəm sevinci, incisən də sevinci. 100.000 dərdə vermərəm bircə anlıq sevinci. Əzizinəm gözələ, niyə baxdın gözələ? Hamı əhsən söyləyir, ağlı başda gözələ. Hər il yaz gələmi, bülbüllər, qaranquşlar dönür, bağların gözü yoldan yığılır. Durnalar, qartallar qayıdır, dağların, ormanların gözü yoldan yığılır. Həsrəti, gözətləməsi olan analar, bacılar, istəklilərsə, qayıdıb gələn durnalardan, leyləklərdən, saxsağanlardan, oğul soraqlar, qardaş soruşar, yar bilər. Boş gələn yolların biri dolu gələndə, elin şadlığı bahar havasına qarışar. Belə də bulaq dədə kimi ağsaqqal arzulayarlar ki, gəlib alxış deyə niyyət eləyir. Qonşuluqda, dostluqda var olasız sizləri istəyilir. Ömrünüz yaz çiçəkləri kimi ətirli, təravətli olsun. Arzu diləklərinizin, mətləb muradınızın hasilə yetməsini bu yazdan istəmişik. Bulaq dədənin bu yığnağının arıya ərsiyə gəlməsində Lənkəranlı dinləyicimiz Nailə Cavadovanın, şəkili Mənzər Xəlilovanın da əməyi olur. Söhbəti düzüb qoşansa Ağalar Mirzəyev. Siz sağ olun, sağlıqla qalın. Azerbaycan Radyosu'nun Kızıl Fondu.